buralarda bir-birinə dayaq olmağa çağıran ilk insan ocağı. Azərbaycan torpağının hər qarışı bizim üçün çox müqəddəs olduğu kimi, eyni zamanda hər qarışında ulu tariximiz yaşayır. Quru çayın sol sahilində yerləşən bu qədim, həm də təbii mağara demək olar ki, olduqca çox qədim, möhtəşəm bir mağaradır öz tarixinə görə. Və Azıq mağarası dünya mədəniyyətinin beşiyidir. Təkcə Azərbaycan tarixinin şahəsəri deyil. Və Azərbaycan tarixi doğrudur. Azıq mağarasından başlayır və eyni zamanda bu bəşəri bir mədəniyyət. Olduqca nadir bir abidədir. Bugün əlbəttə ki, fiziki mənada o bizim deyil, yəni düşmənlər tərəfindən Azıq mağarası, həmin ərazilər işğal altındadır. Lakin bu nailiyyət, bu tapıntı Azərbaycana məxsusdur. Azərbaycan alimlərinin nailiyyəti hesab eləmək olur və çox görkəmli alimimiz mərhum Məmməd Əli Hüseynov bu mağaranı kəşf eləmiş və oradakı qədim insana məxsus olan çənə sümüyü deməli tapmışdır. Və bugün də Füzuli Tarix Diyarşünaslıq Muzeyini biz çıxararkən həmin o nadir eksponatın fotosurətini biz gətirə bildik, yəni ki, onu düşmənə vermədik. O cümlədən muzeyin bütün sərvətlərini əsasən demək olar ki, çıxara bilmişik. Azıq mağarasında bir neçə ocaq yeri müəyyən olunmuşdur. Və onların deməli, üçüncü ən böyük ocaq planetimizdə, dünyada ən böyük sahəsinə görə, həcminə görə ən böyük ocaq yeri hesab olunur. Və bu paralel buna yoxdur. Analoji bir ya oxşarı olan bir ocaq yerinə biz hələ rast gəlməmişik. Yəni dünya tarixində. Və ən qədim ocaq yerlərindən biri, bəşəriyyətin ilkin ocaq yeri məhz Azıq mağarasında qeydə alınmışdır. 10 minlərlə eksponat tapılmışdır və həmin o eksponatların müəyyən nümunələri də söz yox ki, biz həmin elmi ekspedisiyalarla, arxeoloji ekspedisiyalarla əməkdaşlıq edirdik və bizim muzeydə onlar əks olunurdu, bunları nümayiş elətdirirdik. Və bu günlərisi onları biz səyyar formada, Bakı şəhərində, bir çox muzeylərdə, o cümlədən bizim saxlanç yerimiz, güvənç yerimiz olan İstiqlal Muzeyində dəfələrlə nümayiş elətdirmişik, yəni xilas edilmiş eksponatlar mövzusunda sərgidə. Və Azıq doğrudan da ağrılı bir yerimizdir. Azıq mağarası ilə bağlı olduqca gözəl bir geoloji məkanda yerləşirdi. Onun təbii gözəllikləri vardı. Quru çayın sol yamacında olduqca mənzərəli bir yerdə idi. Və nəhayət ki, deməli, hadisələr başlananda biz artıq həmin Azığı bitirməli olduq. Odun yaranması və ilk insanın buna münasibəti, bunu müqəddəsləşdirilməsinin ilk variantını biz Azıqda görmüş oluruq, belə oldu. Tamamilə doğrudur. Burada bir məsələni çox yerinə düşərdi ki, biz qeyd eləyək. Deməli, qədim insanların, bəşəriyyətin əsasən bir neçə kəşfi olub. Və onları əgər biraz da qısa formada ifadə eləsək, 3 böyük kəşf olub bəşəriyyətin. Birincisi, daş əmək alətlərinin meydana gəlməsi, ikincisi, süni odun alınması, üçüncüsü isə metalın kəşfidir. Və bu 3 kəşflə bəşəriyyət heyvanat aləmindən ayrılmışdır. Çox mühüm kəşflər. Və bu kəşfin bir mənbəyi kimi, beşiyi kimi Azıq mağarasında süni odun alınması bəşəriyyətin ən böyük nailiyyətidir. Azərbaycan tarixinin şah əsəridir. Və bu mənada çox doğrudur ki, od müqəddəs olub. Və od insanı heyvanat aləmindən ayırıb. Həm də deyək ki, təbiətin 4 ünsüründən, əsas ünsüründən biridir. Və odun süni formada, qaydada əldə olunmasına qədər insanlar odu təbii yolla alırdılar. Bu aydın məsələdir. Lakin süni odun alınması bu artıq bəşərə məxsusdur, insana məxsusdur. Və bu böyük bir sivilizasiyanın deməli əsasını təşkil edir. Ona görə də bütün bu məsələlər Qarabağın, yəni Azərbaycanın tərkib hissəsi olan Qarabağda,
aşkar olunub və eyni zamanda metalın özünün də kəşfi Qafqazda ilk dəfə olaraq Füzuli rayonunda Xantəpə, Qaraköpəktəpə adlı arxeoloji məskənlərdə müəyyən olunub ki, ilk dəfə metalı Azərbaycanda onun işlənməsini, emalını biz Azərbaycan arxeologiyasında deməli bizə məlumdur ki, bu ərazidə, bu regionda olub. Mesela Qarabağ olduqca zəngin bir tarixə malikdir. Bu barədə müəyyən elmi əsərlər də yazılmışdır, aydın məsələdir. Və bugün də bu tədqiqatlar daha yeni mərhələdə, daha obyektiv baxımdan davam edir bu araşdırmalar. Təxminən milyon il bundan əvvəl məmləkətimizdə yaşayış olduğunu sübut edən Azıq mağarası